Buyurdu insanlar, Allah'ın ayı sizə tərəf gəlir. Allah ayı sizə tərəf gəlir. Bil bərəkəti və rəhməti vəl məğfirə. Özü ilə bərəkət, rəhmət və məğfirət, bağışlanma gətirir. Bu sözün özü çox mənalı bir sözdür. Keçən dəfə də dedim. Yəni, kəş biləsiz ki, sizə tərəf gələn nədir? Bu belə bir şey deyil ki, günlər dəyişir, təqvim ayıdır, yanvardan sonra fevral gəlir, fevraldan sonra mart gəlir. Bu da bir aydır da gəlir Ramazana. Hə, oruç tutacaq. Oruç tutacaq da həmişəki kimi. Belə deyil. Ramazan ayının gəlişi Peyğəmbərin nəzərində böyük bir hadisədir, mühüm bir hadisədir. Ya eyyuhan nas, Peyğəmbər müraciət edir, ey insanlar, qəd əqbələ iləykum şəhrullah, Allah ayı sizə tərəf gəlir. Allahın xüsusi ayı gəlir sizə tərəf. Siz bir müddətli, bir ay müddətinə, bunu mən özüm Allah'a and olsun ki, hiss eləmişdim. Özüm həmişə öz-özümə düşünürdüm bu məsələni. Hiss eləmişdim. Yəqin siz də hiss eləmişsiniz, böyük bir şey hiss eləməmişəm. Amma bir alimlərdən birindən də sonra eşitdim, dedim ki, doğrudan da necə dəqiq sözdür. Dedi ki, Ramazan ayı dünyada bir behişdən bir qitədir, bir hissədir. Dünyadaykən cənnətə daxil olur insan. Yəni, həm dünyada da, həm də elə bir dünyadan ayrılıb başqa yerdə yaşayır bu bir ayı. Bu həqiqətən belədir. Ramazan ayı orucluq ayı deyil, bir daha deyirəm. Ramazan ayı orucluq ayı deyil. Oruc Ramazanın əmridir, bəli. Amma orucluqdan əlavə Ramazan ayının daxil olması özü bizi buradan qopardır, maddi dünyadan başqa bir fəzaya aparır. Sanki dünyadaykən, sanki yox, sözün birbaşa mənasında. Dünyadaykən cənnətdə yaşayırıq.